Əl-Cahizin fikirlərinə görə bütün canlılar yaşamaq üçün bir-birləri ilə mübarizə aparır. Güclülər zəifləri yeyir, zəiflər isə gizlənmə və müdafiə üsulları ilə sağ qalmağa çalışır. Beləliklə, bir növün həyatı digər növlərə də bağlıdır. Bitkiləri heyvanlar yeyir, heyvanları insanlar yeyir. Bu zəncir bütün canlıların taleyini bir-birinə bağlayır. Həmçinin bütün heyvanlar öz mühitlərinə uyğunlaşırlar. Onların bədən quruluşu, rəngi, hətta davranışları belə yaşadıkları mühitin təsiri ilə formalaşır. Bu təsir nəticəsində yaranan davranışlar, xüsusiyyətlər sonrakı nəsillərə ötürülür. Beləliklə, yeni xüsusiyyətlərə sahib yeni formalar yaranır. Bu fikirlər Lamarck və Darwinin nəzəriyyələrinə çox yaxın fikirlərdir. Əl-Cahiz insanla heyvanların bir çox xüsusiyyətini də bir-biri ilə müqayisə edir və bəlli olur ki, insan da təbiətin bir parçasıdır və heyvanlar kimi eyni prinsiplərə tabedir. O, Charles Darwindən 1000 il öncə təbiətdə seçmə və uyğunlaşma proseslərindən bəhs etmişdir. Bu səbəbdən də bir çox alimlər Əl-Cahizi təkamül fikrinə sahib ən qədim alim kimi qəbul edirlər.